Mənim əzizlərim, yerdə keçid gününün gəlib çatmasına cəmi 10 gün qalıb. Aprelin 12-si 2026-cı il. Bu keçid sərhədlərin ayrılma dövrüdür. Bu zaman artıq neqativ və pozitiv adlı sərhəd özünü aydın göstərəcək. Bu sərhəddin çatdığı gün kimin ki qəlbi neqativlərin içində sıxıntılı bir vəziyyətdə idi, o elə orada da qalacaq. Kimin ki qəlbi Yaradanın sevgisinə təşəkkür dolu açıqdır və açıq idi, o bu keçidi inamla keçəcək. Bu keçid yalnız və yalnız qəlbi Yaradanın sevgisinə açıq, təşəkkür dolu bir ürəklərin sahibləri üçündür. Hələ gec deyil. Hər birimiz qəlbimizi Yaradanın sevgisinə açıb, əlimizdə olanlara təşəkkür edib, özümüzü ilk növbədə bağışlayıb və hər kəsi bağışlayıb bu keçiddən, bu sərhəddən keçə bilərik. Yetər ki, qəlbimizdə inam olsun, Yaradana inam olsun, Yaradanın möhtəşəmliyinə inam olsun. İnam olsun ki, bütün bu baş verənlər, nə qədər ki, ətrafda neqativlər baş verir, hər şey Yaradanın nəzarəti altındadır. Onun nəzarətindən kənarda heç nə baş verə bilməz. Bütün bu baş verənlər hamısı Yaradanın katarsis təmizlənmə proqramının nəticəsidir. Və o proqramın pik nöqtəsi, keçid nöqtəsi aprelin 12-sində baş verəcək. Və ondan sonraki 3 gün ən çətin günlər hesab olunur. Keçid dövrünün stabilləşməsi. Tam stabilləşməsi yox, əlbəttə ki, stabilləşmə uzun bir zaman çəkəcək. Amma o keçid dövrünün sinxronlaşma zamanı var. Həmin o 3 gün ən çətin bir dövr olacaq. Bu günlər ərzində bir-birinizə yalnız sevgi dolu sözlər deyin. Heç ara tələsməyin, heç kəsdən inciməyin, heç nədən qorxmayın. Hər şeyin yalnız və yalnız Yaradanın niyyəti, Yaradanın nəzarəti altında olduğuna hər birimiz inanaq. Və bu əlbəttə ki, belədir. Bir-birimizi sevək, hörmət eləyək, dəyər verək. Və inanaq ki, Yaradandan gələn hər şey gözəldir. Bacardığınız qədər bütün informasiyalardan uzaq olun. Sizə neqativ aşılayan informasiyalardan uzaq olun. Çünki bu informasiyaların yeganə məqsədi insanları qaranlıqda saxlamaq. Məhz bu keçidi keçməyə qoymamaqdır. Özünüzə bu keçidi keçməyə icazə verin, mənim əzizlərim. Mən sizin hər birinizi sevirəm.